זה הולך לשם, הולך שמאלה. וואו, הנה עוד אחד. יואו! محمد فوق محمد فوق محمد فوق Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Əvvəlcə əziz rəhbərimiz İmam Zaman əleyhissalamın haqq olan naibi Həzrəti İmam Xameneyi rəhmətullahi əleyhin mübarək şəhadəti münasibəti ilə sizlərə təbrik və təsliyyət ərz edirəm. Və ikincisi, bizdən ötürü narahat olanlar var idi, təbiidir. Bu axır zaman döyüşlərinin başlanmasıyla müharibə şəraitində məntəqə öz payını almalıydı. Bizdən ötürü narahat olanlar, əzizlər, yaxınlar, onlara da bildiririk ki, narahat olmayın. Hər kəs üçün ölüm həqdir. Biz isə, əlhamdülillah, Allah Teala indi qarşıda deyəcəyimiz üzrə bizi başı uca etmək üzrə vəd verib və yaxınlaşıb, çox yaxınlaşıb inşallah. Bəli, üçüncüsü də ki, elə bu məsələlərlə bağlı bilirsiniz ki, internetlərdə təbii olaraq kəsilmə oldu. İndi bizim ayrı öz müəssisəmizdə bəzi internet qovuşaqları var ki, fəaldır. Onlarla inşallah xidmətinizdəyik. Mən bugün qısaca həm əzizlərə bəzi qısa analizlərə, təhlillər vermək istəyərdim. Həm də istəyirik ki, bəzi şübhələr ola bilər zehinlərdə, onların cavabı əzizlərimizin yanında olsun. Bütün bu cavablar və analizləri, necə deyərlər, yaxşı həzm etmək və dərk etmək üçün əvvəlcə bir sıra müqəddimələrəmizə yenə ehtiyac var, xatırlatma. Əzizlər çox gözəl bilirlər ki, biz bir neçə məsələyə çox təkid edirdik. Əvvələn qeyd edirdik ki, Sion dalğası, Sion rejimi və Sion lobbisi və Süfyani cərəyanı dəfələrlə demişdik ki, sıxıldıqca bu dünyada özünü göstərəcək və dəfələrlə demişdik ki, boğulan saman çöpündən yapışar misalı. Bunlar hər yerə cırmaq atacaq. Son kartlarını da sürətlə yandıracaqlar. İndi qeyd edəcəyik, hansı kartlar qalıb, onu da yandırırlar İranın içində. Və bundan əlavə qeyd etmişdi ki, bu qlobal hadisələr pazelinin 4-5 tikələrindən biri də Qafqaz idi və Azərbaycan şiə əsilliyinə görə və Əhl-Beyt kökənliyinə görə dəfələrlə demişdik ki, təəssüf ki, özünü satmış Əliyev rejiminin vasitəsilə xalqı da qurbanqaha çəkirlər və əvvəl-axır İranı daha da bədnam eləmək üçün fürsət, o kənarda dayanan yaralı şirə hücum etmək istəyən kaftarlar olur. O kaftarların balacaları misalında fürsət axtaracaqlar qeyrətdən uzaq vahabilərlə sərhədlərdə.
Azərbaycana da dolayı yoldan demişdik, təsir qoyacaq və bugün görürsünüz Naxçıvan hadisələri və buna da toxunarıq inşallah gedişatda. Bunu da xəbərdarlıq etmişdik. Və elə bu fonda son hadisələrlə bağlı istəyir podkastlərimizdə və istəyir də belə bu kanalımızda şəxsən mən özüm nə demişdim, deyirdim, bütün hesablamaları, versiyaları qoyurduq və deyirdim ki, bu döyüş olmamalıdır 99%. Amma 1% ehtiyat saxlamışdım ki, əzizlər bilər, kamikadze təbir edirdim. Yəni, özünü nabudluğa vurmaq. Mən nabud oluramsa, son kartlarımı açım və hər kəsi alova çəkim. Şəhid ali məqamlı rəhbərimiz də demişdi regional olacaq və bugün regiondakı ərəb xalqlarının oyanış dalğası sürətlənir və ərəb ölkələrindəki fəryad səsləri bizə Fələstini xatırladır. Naxçıvana vurulan zərbədən sonra insanlarımızın səsi gəlir, bizə Fələstini xatırladır. Yahuda oxşayan erməni millətinin törətdiyi Xocalını bizə xatırladır. Dövlət və satılmış strukturalarda Siyonist və Amerika yüksək rütbəli zabitlərinin Naxçıvan və Azərbaycanın deməyəcəyimiz bir neçə bölgəsinə də ehtimal veririk ki, belə gedişlə zərbələr dəyəcək. Orada da saxladıqları bu komandirlərə, Sion itlərinə ölkəmizi qurban verirlər. Hansı ki, İranın vurduğu zərbələr istəyir ərəb ölkələrində, istəyir Azərbaycanda birbaşa Sion və Amerika itlərini hədəfə aldı. Amma ali məqamlı rəhbərimiz sual ola bilər, əzizlər, sual edə bilərlər ki, axı şəxsən sən məndən sual edə bilərsən ki, sən filani çox deyirdin ki, ali məqamlı rəhbərimiz inşallah bayrağı sahibinə çatdıracaq. Bu barədə o şübhə ki dedim əvvəldə, bu ola bilər və düşmənlər bunu ilə dil yarası vurub əzizlərimizi istəyərlər psixoloji təsir eləsinlər, diz çöktürsünlər. Amma mən bir şey deyim. Əzizlər, bizim bağlanan kanalımızda da biz 5 ildir fəaliyyət edirik və bu 1 ildə olan kanalımızda da, bu hazırki kanalımızda da zuhur proseslərindən danışanda bir neçə mətləbə toxunurduq. Biri də zuhur proseslərində bəda ola biləcəyi, yəni 5 qəti əlamətdən əlavə dəyişiklik ola biləcəyi idi. Və zuhur proseslərindən biz danışanda bir şeyə də toxunurduq. Ər-rə'yə, rə'yə deyə təbir olunurdu bayraqdan. Azərbaycan barəsində də zuhur İmam Baqir əleyhissalam hədisində və digər zuhur hədislərindən danışanda deyirdi ki, ər-rə'yə ki buyurulur, pərçəm ərəblərdə beyraq, rə'yə, bunlar ələm, bunlar düzdür bayraq, amma bayraq ki təbir edirlər, bir ordunun hakimiyyətini bir komandir əsl komandirə təhvil verməkdir və ya hökumətin idarəsini bir yerə çatdırıb əsl sahibinə təhvil verməkdir. Bayraq bunun zahiri rəmzidir. Bu mənadadır. Bu əsasla da ali məqamlı rəhbərimiz şəxsən mənim nəzərimdə gedən prosesləri görürsünüz, dünya ayağa qalxıb. Bayrağı elə sahibinə təhvil verib. İki şey deyəcəm, daha yaxşı biləcəksiniz ki, verib, verməyib. Birinci məsələ ki, bizə göstərir ki, ali məqamlı rəhbər bayrağı sahibinə təhvil verib. Qərb gedin ekspertlərinə baxın, təəccüb içindədirlər ki, ən böyük bizim ümid elədiyimiz yer bunların ali məqamlı rəhbəri idi. Çünki hər növ elədilər, hakimiyyətlə milləti daha sıxlaşdırdılar bir-birinə. Yadınıza gəlir, deyirdi, fitnələri başlarına dönür.
Milləti hakimiyyətin arxasından çəkmək lazım idi, məxsusən rəhbərin. Nə elədiyi çəkilmədilər. Yeganə yolları öz arşları ilə ölçərək baxdılar ki, rəhbəri terror edək. Ali məqamlı rəhbəri terror etdilər ki, insanların psixoloji həm İran və həm bütün belə deyək, Şiə və Əhl-i Beytə bağlı olan sünni məktəbləri bölgədə psixoloji çöksünlər. Və rahat bunlar 48 saata gəlib dedilər İranı götürəcəyik. 6 gündür mələşmə gedir Amerika bazalarında. Bunlar şokdadır ki, komandirlərini 3-4 dənə əsas komandir yenə də şəhid etdik. Rəhbəri də terror etdik. Amerikalı ekspertlər, mən xəbərlərdə neçə gündür izləyirəm də, Bloomberg və digər Wall Street jurnalda bir şoka burada düşüblər ki, bütün bu başçıları biz terror etdik. Necə olur İran xalqı 40 gün qərar qoyub ki, hər gecə, bizim də şəhərdə, hər gecə çöllərdədirlər. Hər gecə iftar açan kimi çöllərdədirlər. Kimi idarə eləyir bunların döyüşünü? Bu bir məsələ, şokdadılar. İkinci məsələ, gəlin sizə bir müqayisə deyim. 12 günlük hücum elədilər, müharibə oldu, onda da ateşbəs üçün yalvardılar. 12 günlük bilirsiniz də, qəfilləmə və sürpriz taktikasından istifadə elədilər. 16, 18, 12 saat deyirlər, İran qayıtdı. 12 günlükdə İranın təhlükəsizlik orqanlarından bəziləri, bizim şəxsən məlumatımız var, deyir ki, 12 günlükdə təhlükəsiz, bizlərin də xəbərimiz yox idi ki, qəfil hücum edəcəklər. Amma ali məqamlı rəhbər 15-16 dəqiqə qabaq hücumdan yerini birdən dəyişdi və bizləri çağırdı, tez bazar dedi, kimin harda cələsəsi, iclası varsa, toplantısı varsa, deyin yerlərini dəyişsinlər. Çatdıra bilən çatdırdı, çatdıra bilməyən də şəhid oldu. Kim xəbər eləmişdi rəhbərə bunu? Sion itləri bunun adını qoyublar ki, İranda Lut səhrası var, gedən itir. İngilislər gedib itib, Rus şeyləri, araşdırmacılar gedib itib İranda. Lut səhrasının bir hissəsi var, itir bilinmir. Lut səhrasında bunların şeytanı var. Allahın qüdrətinə, İmam Zaman qüdrətinə deyirlər, şeytan cinləri var. Amma rəhbər bu hücumda qəfilləmə olmadı. Və təhlükəsizlik mənbələri deyir ki, İranda biz getdik rəhbərə dedik ki, bilirik ki, bunlar 99 tam %99% bunlar hücum edəcək. Ağa, yerini dəyiş. Rəhbər dedi, yox. Bilirsiniz də, nəvələri, qızları, damadları, kürəkənləri, həyat yoldaşı, hamısı, onlar da buna baxdı, yerini dəyişmədilər. Qaldılar, zərbənin altında şəhid oldular. Yəni, ali məqamlı rəhbər çox rahat şəkildə yerini dəyişə bilərdi. Hansı ki, 12 günlükdə qəfilləməyə rəğmən bu kişi bildi, özü əvvəldən yerini dəyişdi və təhlükəsizlik orqanlarına bu kişi xəbər elədi. Amma burada yox, əksinə. Bilirdi, dedilər təhlükəsizlik orqanları əvvəldən yerini dəyişmədi. Deməli, bu iki fakt, yerini dəyişməməsi faktı, birbaşa meydana getməsi faktı, və xaricilərin, qərblilərin və Amerikan siyasətçilərin və ekspertlərin şoka düşməsi ki, bu ölkəni kim idarə edir, daha pis şillə vururlar bizə. Bu bizə göstərir ki, bizim ali məqamlı rəhbər İmam Hüseyn əleyhissalam kimi getdi səhnəyə. İmam Hüseynin qanı, bir dənə gedin tarixə baxın, Yezid və Yezidilər nə günə qoydu. Arxayın olun, %100 inşallah, hey xəbərdarlıq edirdi ya, bu illər 27-28-əcən böyük, həssas dönəmdə həll olacaq çox şey. Hey xəbərdarlıq edirdi ya, bu da ola bilərmi deyə, əlimizi ağzımıza aparacağımız hadisələr çoxalacaq. Dünyanı dəyişib, aləmi dəyişib vurub bir-birinə. Trump'ın, bilmirəm, siz gördünüz çehrəsini, soluğun çehrə ilə gəldi, girdi mətbuat
konferansına. Özün güya itirmədi, biraz istədi təhdidlə danışsın. Amma çox pisdir vəziyyəti. Allahın inayəti meydanda göstərir özünü. Xəbəriniz var, bilmirəm ya yox. Amerika Pentagon özü elan elədi. Bilirsiniz də Amerikanın 1000-dən çox bir dəqiq etkisi var. 40.000 məntəqədə itləri var idi, hərbiçiləri. O 40.000-dən 17.500 dünən Amerika özü elan elədi ki, da mədəni dillədi də demədi qaçıb. Biz deyirik, arxalarını tutub qaçıblar. Amerika dedi, qayıdıblar Amerikaya. Amerikaya buradakı qüvvələrinin yarısı təqribən belə qaçıb, minlərlə də tabut gedir. Və İran ilk gündən Amerikanın və İsrailin gözlərini çıxarda gəlib. 7 dənə tadı vurub, tadın özünü vurub. Birinci gündə də Amerikanın ən böyük radar sistemi Bəhreyndə, gördünüz də, pəhbadla, dronla vuruldu. 5000 kilometr radiusda bütün hava əşyalarını tuta bilirdi. İlk gündə başlayanda onu vurdu. Və mən yenə də deyirəm, bugün 6-cı günüdür. 7 gün, 2 həftə arası iltimaslara baxın. Beynəlxalq iltimaslara baxın. Hormuzun bağlanmağı ilə də Avropa və Amerika çevrilib altı üstünə. Yanacağın qiymətlərinin qalxması ilə Türkiyə buradan bura, Türkiyədə 4 qat benzin bahalaşdı. Bizim ali məqamlı rəhbər buyurmuşdu ki, bölgəsəl olacaq, regional olacaq. Və bu gerçəkləşdi. İnşallah çox yaxın zamanda Amerikanın bölgədən tamamilə qaçmasını görəcəksiniz. İnşallah. Bizim meydandan xəbərimiz var deyirik ya bunu. Və gedən hətta xəbərlərə baxıb təhlil etsəz də görəcəksiniz. Və Siyonist rejimin vay günləri əslində oradan başlayacaq inşallah. Hələ indi Siyonist rejim gözünü aça bilmir. Düzdür, onlar da zərbə vurur, onlar da hücum edir. Da İran 7-8 ərəb ölkəsi ilə döyüşür. Orada olan Amerika bazalarını şumlayıb, səfirliklərini şumlayıb. Təəssüf ki, məcbur olduq İslam cəbhəsi olaraq Əliyevin özünü, namusunu təəssüf ki, hər şeyini satdığı Sion itləri, xalqımızı da əyağına verdiyi Sion itləri və Amerika vəhşilərinin hesabına Azərbaycana da dəyməli oldu. Və kimsə deməsin, orada itlər tez uluyan kimi xalqımızın beynin təzdən yumaq üçün ki, gördünüz İran nə bilim, uşaqları qorxuya salır, tez uşaqların səslərini verirlər videoda. Xeyr, bunu kimsə deməsin. Son 2 gündür Azərbaycana yaxın əraziləri İranda, Təbriz, Urmiyə filan, burada mən baxıram, 2 gündür şübhəli şəkildə qırıcıların zərbə şiddəti çoxalmışdı Təbrizə, hücumu çoxalmışdı. Düzdür, vurulan hədəflər də oldu Təbrizdə filan, vurulan onların müasir puaları da neçə dənə vuruldu. Amma qırıcıların zərbələri çoxalmışdı. Təbriz günü bugün 11 dənə şəhid Təbriz xalqı təşyi cənazə edirlər. Bunu heç kəs deməsin. Əvvəldən illərdir xəbərdarlıq olunurdu. Və biz ümid edirik ki, biz Cənab Əraqçının mənim şəxsən özüm podkastlarda da gördünüz, orada da dedim, müzakirə məsələsinə mən razı deyildim şəxsən mən özüm. Orada da podkastda da dedim ki, müzakirə ali məqamlı rəhbərin tapşırığına əsasən Cənab Əraqçı müzakirədən danışanda və müzakirələr başlayanda mənim narazılığım var idi. Amma Cənab Əraqçının müzakirələrdə gedişatında tutduğu mövqe xoşuma gəlmişdi, həqiqətən də. Amma baxıram, bəzi siyasilər Əraqçı kimi, Bəqai kimi arada bir zəif mövqe göstərirlər. Amma İran xalqı rəhbərin pak qanıyla birləşib daxildə iradəsi zəif olanları və hətta xiyanət edənləri də vuracaqlar çölə. Çox yaxın zamanda görəcəksiniz inşallah. Ramazan hədiyələrini hər kəs görəcək. Bizim baxışımızı maddi və fiziki çərçivədə məhdud edib istəyirlər ki, ürəyimizə yara vursunlar ki, rəhbəri vurduq. Amma
bayaq dediyim kimi, gəlin o tərəfdən baxaq. Həqiqi ilahi həyata hamı qovuşacaq. Amma bəziləri it kimi, itdən iraq, yazıq it, bəziləri kəftar kimi, bəziləri normal heyvanlar kimi, bəziləri bəşər kimi, bəziləri ali məqamda. Hədiyəsi odur. Rəhbər kimi insanların hədiyəsi odur ki, əşqəl əşqiyə və ən şərəfsiz adamın əli ilə, şərəfsizliyin, şeytanlığın pik nöqtəsini göstərən çehrələrin əli ilə gərək terror olaydı. Və bu adamlar özləri gedir o şeyə. Necə ki, ən şərəfsiz Yezidin əli ilə İmam Hüseyin. Biz İmam Hüseyinlə rəhbəri müqayisə edə bilərikmi? Xeyr. Rəhbər onun nurundan bir cilvədir. Biz İmam Hüseynin həyatında yaşasaydıq nə olardı? Yezid eyni bugünün Trump'ı və Netanyahu'su kimi ən şərəf sözünü işlətməməli adam idi. Onda ürəyimiz partlayardı ki, Hüseyin kimi bir nuru Yezidin dəstəsi başını kəsdi. Xeyr, baxın hədəfə, görün hara gedib, o qan neyniyib? Bu qan Qüdsün azadlığıdır inşallah. Allahın izni ilə Fəth surəsini çox oxuyun və yeni gələcək rəhbərimiz inşallah Allahın izni ilə birbaşa fitnənin kökünü kəsmək üçün gəlir. Ağanın, İmamzamanın əli ilə idarə olunur bu cəbhə. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.